sizə 9 və 11-ci sinif imtahanı verən şagirdlər üçün bir əsas məsələni paylaşmaq istəyirəm. Məsələ ondan ibarətdir ki, siz imtahan verəndə hansı qrammatikadan, hansı suallardan imtahan verəcəksiniz, onu bilməyiniz çox vacibdir. Özünüz hazırlaşırsınızsa, ümumiyyətlə vacibdir və digər müəllimlə hazırlaşanlar daha dəqiq biləcək ki, imtahanda nələrlə qarşılaşa bilər. Siz buna özünüz də daxil olub baxa bilərsiniz. Necə? Google-a girib dim.gov.az yazırsınız və çıxan ilk linkə girirsiniz. Daha doğrusu ilk mövzuya girirsiniz. Burada sizi ilk olaraq qarşılayır. Buraxılış imtahanının proqramları 2026-cı il. Buna daxil olursunuz. Baxırıq burada bizə xarici dillər. Baxın, ümumi orta 9 illik təhsil səviyyəsi üzrə proqramlar, Azərbaycan bölməsi. Əgər Azərbaycan bölməsi isə təbii ki, bu üçündən birini seçirsiniz. Hansına daha çox baxmaq istəyirsiniz. Rus bölməsi isə digər ikinci sıradadır. Mənə 9 illik Azərbaycan bölməsi xarici dillər lazımdır. Əsasən ingilis dili. Baxın, elə ingilis dili ilk olaraq çıxır. Burada bizi nə gözləyir? Fonetika. Fonetika demək olar ki, bizə hər dəfə, yəni bu qrammatika bölməsində düşür, amma test olaraq düşmür. Əsas biz leksikologiyaya baxırıq. Baxın, burada bizi nə gözləyir? Sinonimlər, antonimlər, ən çox bunlardan düşür imtahana. Daha sonra söz düzəltmə. Söz düzəltmə nədir? Yəni ki, İsim düzəltən şəkilçilər, düzəltmə şəkilçilər, mən, tion, nes. Baxın, bunlar hamısı düşür. Daha sonra sifət düzəltənlər, ümumiyyətlə isim düşür. Yəni, isim düzəltmə halı düşür. Digər formaya baxırıq. Morfologiyadan, baxın, yenə isim qeyd ediliblər. İsmin əsas qrammatik əlamətləri, xüsusi isimlər, ümumi isimlər, toplu isimlər. Toplu isimlər deyəndə, yəni cattle, bir dəqiqə qeyd edeyim, cattle, poultry, digəri people, bunları nəzərdə tuturlar. Əgər bunlar haqqında daha ətraflı məlumat istəyirsinizsə, mütləq mənim kanalıma daxil olun. Orada ətraflı məlumat vermişəm. Hətta 9-cu sinif yeni test daha doğrusu test toplusunun 50 dənə ilk sualını izah eləmişəm. Biz keçək digər bölməyə. Baxın, tək və cəm isimlər, yalnız təkdə işlənən isimlər, sayılan, sayılmayan isimlər. Ümumiyyətlə, isim mövzusunun hamısı düşür demək olar ki. Və genitive case, possessive case. Possessive case görəndə və ya genitive case görəndə çaşmayın. Hər ikisi yiyəli hal deməkdir. Sadəcə 2 dənə adı var. Yəni, imtahanda da sual olaraq görürsəz ki, genitive case və ya possessive case, çaşıb qalmırsınız, eyni sualdır. Daha sonra bizi nə gözləyir? Bu, bəzi cansız varlıqlar bildirən isimlərlə yiyəli hal. Yəni, ümumiyyətlə, yiyəli hal gözləyirsə, article gözləyir. N vəzdə artiklı, sifət. Sifət çox asan mövzudur. Sifətin dərəcələri düşür. Adi, müqayisə və üstünlük. Kökdən düzəlməsi, kökdən dəyişməsi düşür sizə. Bağlayıcılar, yəni ki, siz zən bağlayıcısını görəndə hansı yadınıza düşür? Təbii ki, müqayisə dərəcəsi. Most görəndə nə yadınıza düşür? Superlativ, üstünlük dərəcəsi, yəni bunları nəzərdə saxlayın. Daha sonra bağlayıcı feillər, yəni ki, cümləni bir-birinə bağlayan feillər, əsasən be, become, seem, feel, bunlar. Saydan sıra saylarının düzəldilməsi, yəni birinci, ikinci, üçüncü. Əvəzlikdən ən çətin, uşaqların ən zəhləsi getdiyi mövzu, amma çox asan olan bir mövzu. Baxaq görək nə düşür. Baxın, personal, şəxs əvəzliyi, yiyəli əvəzliyi, işarə əvəzliyi, qayıdış əvəzliyi, qeyri-müəyyən əvəzlik. Sonra başqa nə düşür? Baxaq. Sonra bizə gəlir
sual əvəzlikləri, təyinə əvəzlikləri, inkar əvəzlikləri. Ümumiyyətlə, əvəzliklərin əksəriyyəti düşür. Siz necə yadda saxlaya bilərsiniz ki, hansı düşür? Sadəcə, baxın, burada qeyd olunan əvəzlikləri bir kənarda özünüz üçün qeyd edin. Baxın, burada görürsünüz, yazılır my, your, his, her, sonra mine, yours, his, hers. This, that, those, myself, some, someone, much, many, little, few, sonra everything, whom, whose, who, both, either, neither. Baxın, bunları qeyd eləyə bilərsiniz. Əgər ki, əvəzlik mövzusundan zəhləniz gedirsə, öyrənə bilmirsinizsə, mütləq mənim kanalımda olan əvəzlik mövzusuna baxın. 4 və ya 5 hissədən ibarətdir, səhv eləmirəmsə, çox aydın və çox dəqiq şəkildə izah etmişəm. Dəqiqə olaraq da heç 10 dəqiqəni keçmir. Bəzi əvəzlik var ki, 5 dəqiqədir, 8 dəqiqədir. Yəni, təkcə o videoya baxaraq siz artıq öyrənmiş olacaqsınız ki, əvəzliklər necə işlədək. Hətta videonun içində bəzi qrammatik testlərlə izah edirəm və sizə də bəzi tapşırıqlar verirəm ki, rəylərdə onu qeyd eləyəsiniz, daha aydın başa düşəsiniz əvəzlik mövzusunu. Aha, növbəti mövzumuz feildir. Feil, yəni biz bilməliyik ki, məsdəri düşür. Keçmiş sadə, yəni past simple, present simple. Present simple varmı? Yox, hələ ki burada yoxdur. Baxın, məsdər, keçmiş sadə past simple, the present participle və past participle. Feili sifət. Feili sifət düşür. Sonra to be, to do, to have feilləri düşür. Feilin xəbər şəklinin 4 zaman qrupundan 3-ü sadə qeyri-müəyyən, simple tenses, yəni bura indiki, keçmiş və gələcək. Davam edici zamanlardan indiki davam edici, keçmiş davam edici, bitmiş zamanlardan present perfect tenses. Yes, perfect tenses düşür. İndiki sadə zamanda present simple, sonra keçmiş sadə zaman forması past simple, gələcək sadə future simple, sonra present continuous, indiki davam edici, past continuous, keçmiş davam edici, gələcək davam edici düşmüş, sizə narahat olmayın. İndiki bitmiş present perfect, keçmiş bitmiş düşmür. Aha, sonra baxırıq modal feillər. Modal feillər demək olar ki, əksəriyyəti düşür. Baxın bunlar. Düşür. Sonra due to, baxın to be due to düşür. Zero conditional, yəni real şərt budaq cümlələri, bir tərəfi if olan, bir tərəfi gələcək zamanda olanlar düşür. Feilin məchul növü, yəni feilin məchul növü nə deməkdir? Ən maraqlı mövzu passive voice. Ən sevdiyim mövzulardan biridir. Çox asandır, çox maraqlıdır. Bunun hansı zamanlara düşür? Baxın, present simple, indiki sadə, keçmiş sadə, gələcək sadə və imperative mood. Imperative mood nədir? Feilin əmr formasıdır. Əsasən bura məsdər, gerund və bu qədər. Elə bu ikisi düşür. Aha. Digər nitq hissəsi olaraq zərf düşür. Zərf sifətə bənzir. Təkcə fərqi nədir? Ly şəkilçisi. Zərfdə Ly şəkilçisi var və zərfin üstünlük dərəcəsində Z artiklı qoymursunuz. Təkcə bunu sifətdə qoyursunuz. Aha, sonra ədat. Ədat yəni also, to, either. Söz önü preposition çox düşür. Prepositionlar siz əzbər bilməsiniz. Nədən sonra nə gəlir? Hansı prepositiondan sonra? By, into, in, on bunları qoyursunuz. Bağlayıcı conjunction. Sintaksis bölməsindən baxaq. Sintaksis bölməsindən bizə söz birləşmələri, yəni ki, çox vaxt belə iki hissəli olur. Məsələn, strong, bir dəqiqə, strong wind, güclü külək, colorful butterfly, rəngbərəng, rəngarəng, kəpənək. Digər hissə bizə gəlir sadə cümlə. Yəni biz normal olaraq sadə cümlə necə başa düşürük? Nəqli cümlə buna aiddir, deklarativ
cümlə, təsdiq və inkar sual forması. Təsdiq və inkar forması, bunun sual cümləsi də var. Yəni ki, siz sual cümləsində bunlardan istifadə edirsiniz. Who, whom, what, whose, which, yəni sual sözlərindən. Xəbər mübtəda uzlaşması nədir? Yəni ki, sizin cümlə mübtədarı təkdədirsə, məsələn, bookdursa, sizin variantlarda tutaq ki, veriblər is, were, are, yəni belə gedir, məsələn, have. Siz avtomatik düşünürsünüz ki, book təkdədir də, düzdür, s-sı yoxdur ki. Ona görə bunlardan hansını götürülməz? Təbii ki, is, təkdə olanı götürürsünüz. Mürəkkəb tamamlıq, complex object nə idi? Complex object let və make sözlərindən əsasəndir. Nəyi isə etmək mənasındadır. Bunu izah etdim. Sonra əslində bu qrammatikaların çox dərin izahı var. Yəni sizə sadəcə nə düşür, nə düşmür, onu izah etməyə çalışıram. Təbii ki, siz məşğələlərdə bunların üstündə mütləq ki, dayanın. Sonra so do I, neither do I tipli cümlələr, yəni qısa cümlələr. Şəxsiz cümlələr, yəni mübtədası olmayan cümlələr. There formal sözü ilə başlanan cümlələr, mürəkkəb cümlə və bu qədər. Bunlar əsasən niyə sizə çox belə şaxələndirməyiblər? Çünki bunların qrammatikası dərindir və siz bunları dərsdə, məktəbdə, həmçinin hazırlıqda, məşğələlərdə müəllim sizə daha dərindən izah edəcək. Bu isə bu qədər. İngilis dili sırf 9-cu sinif buraxılış imtahanına nə düşəcək? Sırf 2026-da imtahan verənlər üçündür. Növbəti videom isə 11-ci siniflər üçün olacaq. Bir də burada bizə səhv eləmirəmsə, başqa yazı işi yox idi? Yoxdur. Bu qədər. Növbəti videoda görüşərik. Növbəti videom ingilis dilindən 11-ci siniflər üçün imtahana nə düşəcək, onun haqqında olacaq. Və suallarınız olsa, qrammatika ilə bağlı çətinlik, esse, ümumiyyətlə nə çətinliyiniz varsa, rəylərdə qeyd edə bilərsiniz. Nəzərə alaraq videoların davamını sizin istəyinizə uyğun olaraq çəkə bilərəm. Uğurlar sizə.